O şir bürcü deyirsiniz ha. Şir liderdir. 11 bürcü özüne tabi elətdirir. O şirin həyatında olmağı hər insan bacara bilmir. Şir bürcündə olan insan istər qadın, istər kişi. Şahlığını bildirən insanlardır. Şirlərin qadınları sultanlar, bəyləri isə şahlıqdır. Dönəmin yaşayırlar. Şir bürcünü 12 bürcün içində fərqləndirən nədir? Dünyanın ən duygusal, ən motivasiyalı insanlarından biridir. Bir şirin həyatına girdin, ömür boyu xoşbəxt olacaqsan. Şir qadınların o qədər mərhəmətli ürəyi var ki, onlara addım atsaz heç vaxt yarı yolda qoymazlar. Xəyanət etmir, yarı yolda qoymur, allatmır. Varını, dövlətini səndən bölüşür. Və bir şirin həyatına ki giriş var, çox çətinliklərlə başlayır. Şir bürcündə olan insan dünyanın ən xoşbəxtliyinə meyilli olan insanlardır. Şir bizə necədir? O Təxminə və Zaur filminə baxmısınız. Orada o Zaurun bir proqramı var. Yeri nəysə ürəyim sıxır, yata bilmirəm. Həmin o saatlarda Təxminə rəhmətə gedir. Şir bürcü, bax belə bir bürcü, hissiyatlıdır, dəyər verəndir, allatmayandır. Bir şirin həyatına gir, xoşbəxtçiliyi yaş, amma bir şirin xəyanət eləmə. Balıcı uşaq kimi ürəkləri var. Amma şirin ki qəzəbir, insanı paramparça eləyər.